Salam əziz izləyicilərimiz, hər vaxtınız xeyirli uğurlu olsun. Əgər siz də Mərdəkanda 3 sotun içində tam əşyalı bir ev axtarırsınızsa, məhz elə düz videodasınız. Çayınızı, kofenizi götürürsünüz və bizi izləyirsiniz. Hal-hazırda gəlmişəm Mərdəkanın ən prestijli yerlərindən biri olan Qızılqum Bağları adlanan ərazidəyəm. Tanıyanlar bilir, bilənlər bilir. Burada sizə 3 sotda belə gördüyünüz kimi 130 kvadratlıq çox qəşəng bir ev təqdim eləyəcəm. Hal-hazırda biz axşam vaxtı gəlmişik, amma mən içəri girəndə ilk təəssüratım elə bir günorta vaxtı gəlmişik, o qədər işıqlıdır. Çox qəşəng və ürəkaçandır doğrudan da. Ümid edirəm ki, bunu sizə ötürə bilirik buradan. İstəyirəm ilk başda başlayaq giriş hissədən. Burada pultla açılan qapısı var. Avtomobiliniz üçün geniş bir ərazisi var. Sağ tərəfdə isə belə qəşəng lejankalarınızı qoya biləcəyiniz, yay aylarında dincələ biləcəyiniz yeri, əsasən də Instagram üçün post, Reels və yaxud da story ata biləcəyiniz yeri var, xanımlar üçün əsasda. Burada hovuzumuz yerləşir. Hovuzun uzunluğu 6, eni isə 3, dərinliyi isə 1 metr 60 santimetrdir. Çox qəşəng işıqlandırmalı mini hovuz var. Giriş hissədə sağ tərəfdə söhbətgahı yerləşir. Burada cam balkonlandır, açıb bağlaya bilərsiniz. Döşəmə də isti döşəmədir. Bu arada ev tam əşyalıdır əziz izləyicilərimiz. Və göstərmədiyimiz halda qeyd etmək istəyirəm ki, evi tam dövr eləmək mümkündür və həyətin kamera sistemləri də qoşulub. Keçirik, hal-hazırda başlayırıq, ənənəni pozmuruq. İlk öncə qonaq otağından başlamaq istəyirəm. Məncə danışmağa ehtiyac yoxdur, bütün əşyaları var, hazır vəziyyətdədir. Siz sadəcə çamadanınızı götürürsünüz, belə deyək, əşyalarınızı götürürsünüz və gəlirsiniz. Televizoruna qədər, oturacaqlarına qədər hər bir şey çox zövqlə seçilib. Ümumiyyətlə, evin rəng tonları da çox möhtəşəmdir və ürəkaçandır. İndi isə gəlin, burada da evin mətbəxi yerləşir və mətbəxdən həyətdən göstərdiyim terrasa çıxış var, daha doğrusu söhbətgaha çıxış var. Burada da çox şirin, qəşəng belə yaşıl tonlarda bir mətbəx mebeli var. Bu arada gözümə sataşdı, orada soyuducu, qaz plitəsi falan, onlar da eviyyəsi sağ olsun düşünüb və alıb qoyub. Burada evin ümumi sanitar qovşağı yerləşir. Bu arada döşəmə tam olaraq isti döşəmədir evdə. Və evdə 3 yataq otağı var. İndi bir-bir yataq otaqlarını göstərmək istəyirəm. Keçək, burada birinci yataq otağı var və özünün sanitar qovşağı ilə bərabər. Ümumiyyətlə, yataq otağının belə deyək, mebelləri mənim çox xoşuma gəldi. Çox qəşəng, zövqlə seçilib hər bir şey. Divar kağızıdır bu. Nəsə divar kağızına oxşamadı, çox qəşəngdir amma. Burada növbəti yataq otağı. Bu yatağı biraz bohem tarzındadır. Elə hər ikisi demək olar ki, eyni tərzdədir. Və sonuncu digər yataq otağı. Yataq otaqlar 20 kvadratdır və sonuncu yataq otağımız isə 18 kvadratdır dəyərli izləyicilərimiz. Qeyd edim ki, evin ümumi sahəsi isə 130 kvadratdır. Məncə elə oradan baxmayın, hətta əlaqə nömrələrimizi qeyd edirik. Zəng edin, gəlin, elə yerindəcə baxın. Qiymətini isə qeyd etmək istəyirəm ki, start olaraq 285.000 manatdır. Düz dedim bu dəfə. 285.000 manatdır. Təbii ki, real alıcılarımıza endirimlərimiz olacaq. Bizi izləməyi və kanalımıza abunə olmağı unutmayın. Allah Taala hər birinizə gözəl ev və isti ocaq nəsib eləsin. Bu sözümüzü də unutmadıq. Hələlik.